Ata. Ha, pulum yoxdur. Ata. Dedim pulum yoxdur da. Ata. Ay, heyvan oğlu heyvan. Deyirəm yoxdur pulum. Pulun yoxdur, sonrası insanlığın olsun da. Bıraxına qədər qulaq as da. Can, ne deyir bu? Bir manatın da olmaz heç. Ha, heyvan oğlu heyvan. Mən bilirəm də sən sözün axırı nə olacaq da. Ata, sabit nə qədər bizdə qalacaq? Yerdə madem böyrək məmur eləməli. Yavaş danış da. İşlər eləyər ayıbdır. Qonaqdır 5-10 gün qalıb gedəcək də yanında da deyərsən xətrinə dəyər, dinmə. Nə baxsan? Şuna baxıram. Öləm də bu kinodan sərdən məndə. Hər gün evdə buna baxırdım mələ. Evdə televizor da var. Niyə yox da televizor. Çay içsə hər gün bu kinoya baxıram mən. Evdə çay da var. Niyə yox da çay. Hər gün kinoya baxa çay içirdim, hələ yatıb qalırdım divanda. Divan da var evdə. Niyə yoxdur? Divan da var da. Bunların hamısı sizdə varsa, niyə gəlib bizdə qalsan? Əvəfət, oradan çörəyin arasına kalbasını da qoy gətireyim. Yaxşı. Öldü yazınlar. Bax. Bu nə də? Çörəyin arasında heç nə yoxdur ki? Yaxşı bax, nə tərişin yoxdur? Yoxdur da. Bu nə də? Kağıza kalbasa yazmışsan. Ayda, düz yazmamışım hə. Bir anda aparım dəyişim kolbasa yazım. Yemə gəlirlər. Ata, biz məktəbə niyə gedirik? Məktəbə niyə gedirlər? Yazmağı, oxumağı öyrənmək üçün. Mən də yazmağı da öyrənmişəm, oxumağı da. İndi niyə gedirəm bəs? Ədirətdilər bir dənə. Yazmağı da öyrənib oxumağı da. Ata, nə pul verdə pul lazımdır. Əvvəlpəs, yığışdır bu pul söhbətlərini. Axırıncı olsun pul söhbət eləyirsən mənə. Başqa söhbət elə. O dünəndən səndən qız yaz deyə. Kim idi o qız? Nə qədər pul lazımdır ki? Başım xarabdır, pul lazım oldu, gəl at yedinən də, ölümüm köpdür. Nə qədər? Salam aleyküm ağsaqqal. Salam əleykum bala. Ətərsən ağsaqqal, nə var nə yox? Hoş gəlmiş. Bayram mübarək olsun. Nə yaxşı gəlmişsən. Bir qismət çörək yeyib sonra söhbət eləyərik. Yo ağsaqqal, yo, elə yeyib gəlmiş, ye süfrən bol olsun. Mən yeməmişəm. Yeyib gəlmiş, ağsaqqal, yedi evdə gəlmiş. Harada yedin? Mən çörək zadı yeməmişəm. Demədim gedək babamgildə bir tikə çörək yer, sonra qaydaq evə. Yer yaxsaqqal, yer, elə yeməyə gəlmişik bura. Ye balam, ye. Ata, mənim telefonu vermir oynamağa. Nədə canım aldı? Səbəb bonum, ağzından bal tökülür. Aşağı boşun, sən bu günə kimi nə deyim sən mən almamışam. Zəhərləli mən telefonumla oyna, mən sənə təzə mama da alaram. Aşağı qurban olaram mənə. Mən bilirəm də, bunu damarım, bilirəm də, belə eləməsən telefon vermə. Salam əmi. Salam məbə. Bir manatınız olmaz. Bir manatım olmalıdır. Çox sağ olun. Allah sizdən razı olsun. Söz verirəm, əgər gələcəkdə milyoner olsam, sizin bir manatınızı qaytaracağım. Milyoner olsan elə bir manat qaytarasa? Ənə gözləyirdim, bir manat verimsə, bir manatımı da qaytaracağım da. Sən hələ dua elə ki, mən milyoner olum. Ha, nə həyasız uşaqsan sən ha? Oğul, istəyərdim 30.000 pulun olsun, yoxsa 30.000 yaxşı dostun. Əlbəttə ki, 30.000 yaxşı dostum. Niyə? 30.000 pulu niyə götürüm senin gün vaxtı? Ata, sənə qurban olum. 30.000 dənə əgər mənim yaxşı dostumsa, hərəsinə 5 manat alaram, 150.000 manat pul eləyir. Nə edirəm 30.000-i? Verdiyin suala bax. Bəlfəz, bura gəl görüm. Ata. Valla gəl səni aparım sabahdan qoyun bu Akif kişinin yanına. Ged motoristi zadı öyrən, gələcəkdə işin olsun. Yox, mən oxuyacağam, diplom alacağım. Düz deyirsən. Sən get 4 il oxu, diplom al, ondan sonra iş tapmayanda başa düşəcəksən ki, o diplom sözündəki lom sənsən. Get. Mən oturdum fikirləşdim ki, doğrudan mən çox məsuliyyətsiz atayam. Son zamanlar sizinlə heç maraqlana bilmirəm, amma özümə söz vermişəm. Bundan sonra hər gün sizinlə maraqlanacaq. Bax, məsəl üçün, mənim qızım ujey 1-ci sinifdə oxuyur, mən hələ onun dərslərindən maraqlana bilməmişəm. Ata, 1 yox, 2. Ujey 2-də oxuyursan. Ay maşallah, maşallah. Denən daha bu 3-də oxuyan, bu da 2-də oxuyacaq da. Ata, mən 3-də oxumuram, mən 4-də oxuyuram. 4-də oxuyursan.
Və biraz yavaş-yavaş da bala, bu nə sürətlə böyüməkdir? Mən çatdırıb hesablaya bilmirəm. Siz ansız neçə yaşdasınız? Sən arada vaxt elə evə gəl, onda biləsən kimin neçə yaşı var. Dur, get çulqabı gətir, bir siqaret çəkim duraq. Ayda, bəs də az çək bu siqareti. Mənim sinif yoldaşımın atası siqaretə görə öldü. Sən Allah, nə tər oldu ha? Heç nə nətər olacaq? Siqaret almağa gedəndə yolda maşın vurdu, öldü. Dur, ətə get çulqabı gətir ha. Orada maşın öldü. Mənim cibimdən yenə 100 manatı sən götürmüsən. 055 374 74 54. Bu kimin nömrəsidir? Mənə nömrə gəlirsən. Deyirəm, pulu sən götürmüsən cibimdən. Bilmirsən kimin nömrəsidir? Rəşadimin qardaşları, jeton satışı. Gedib onlardan jeton alırsan, qızlara darbada şir atırsan. Ay mama! Yaxşı, yekə oğlan sənə. Bunu 100 niyə götürsən? 200 götür, 300 götür. Cavan uşaqsın, sənin bir dəqiqə pul xərcləyən vaxtlarındır. Əməlli pul götür götürəndə. Hardan gəlsən? Sənə dəxli yoxdur. Deyirəm, hardan gəlsən? Düzdür, mənə normal danış, hansı da qanun qaradır. Niyə qanun qaradı? Ülkə görüşə gəlmədi? Yavaş danış, eşidəcəklər, sən oradan bilirsən. Ülkər mən idim, fake profildən yazırdım sən. Nasıl eşitmişsən? Bana sözlərdə yazırdım mən. Ayıb deyir. Sən cəmdəyibə bala. Yağışda qalmışdım, mən.